bizdə dəqiq bir informasiyadır ki, komandanın əcnəbi baş məşqçiyə tapşırılması barədə qərar verilib daxildə. Danışıq aparılan da Yuri Verindubdur, Ukraynalı mütəxəssis. Artıq o heyət seçimi ilə bağlı ki, dedin, gələn baş məşqçi yeni futbolçular istəyəcək. Artıq Yuri Verindubla müəyyən danışıqlar aparıb, Neftçinin müəyyən oyunlarını izləyir və ilkin təəssüratları, fikirləri ondandır ki, yeni futbolçulara ehtiyac var, cinah yarım müdafiəçilərinə ehtiyac var, orta xəttə ehtiyac var. Artıq yeni transferlərin siqnallarını ötürüb Neftçi rəhbərinə. Bəli, Yuri Verindubla bağlı digər informasiyanı da verim ki, bu anlaşmanın uzanmasının, düyünə düşməsinin səbəbi bildiyiniz kimi Ukraynada hazırda müharibə davam edir və orada 60 yaşa qədər insanların, daha doğrusu kişilərin ölkə xaricinə, bəylərin ölkə xaricinə çıxışına qadağa qoyulub və Yuri Verindubun 59 yaşı var, yanvarın 22-si 60 yaş olacaq. Bu səbəbdən ölkəni tərk edə bilmir. Və əsas maneə budur, hazırda Neftçi rəhbərliyi bunun üzərində iş aparır. Mən Neftçi rəhbərliyinin yerinə olsam, illa ki əcnəbi məşqçi istəyirsənsə, gedib Hikmet Karamanı gətirərəm. Mən nədənsə Türkiyəli baş məşqçilərə o qədər də isti yanaşmıram. Vallahi Hikmet Karaman, məsəl üçün, bax, Zimbru komandası ilə ilk dəfə ölkə xaricində işləyirdi. Az büdcə ilə komandanı Avrokuboklara daşıya bildi. Yəni Zimbrudakı futbolçular hepsi nə qədər maaş alır? 1000 euro, 500 euro, 600 euro. O futbolçularla o komandanı neçə ildən sonra Avrokuboklara apardı. Səhv eləmirəmsə, ikinci ev tutdu ölkə çempionatında, kubokun finalında, çempionunda elə bir şey. Yəni illa ki xarici məşqçi lazımdırsa, mən Ukraynadansa, nə bilim, Fransızdan, İngilistənsə, Türk məşqçilərə daha çox məsləhət görərəm. Əslində Türk məşqçilər Abdullah Avcı ötən ildən adı hallanır, hər cəhdlə, hər vasitə ilə kimlərsə onu Neftçiyə gətirməyə çalışır. Ötən mövsümdə son anda bu keçid başı tutmamışdı. Hazırda da Abdullah Avcı ilə bağlı amma son dəqiqə artıq onu ilə şad xəbər vermək istəyirəm ki, Neftçi azarkeşlərinə rahat ola bilərlər. Artıq Abdullah Avcı mümkün deyil.